Məsələn, çox vaxt valideyn adamdan narazı olanda ruzusu kəsilir insan. Valideynləriniz sağdırsa, çalışın onları özünüzdən razı salın. Dünyasını dəyişibsə belə bir əməl deyim sizə. Kim əməl eləyə bilsə yaxşıdır. Cümə axşamı zöhr azanından cümə günü zöhr azanına qədər. 40 həftə bunu eləmək çox yaxşıdır. Heç 40 həftəyə çatmır ki, problemlər həll olur. Təcrübədən deyə bilərəm sizə. Gedin dünyadan köçən valideyninizin məzarını ziyarət edin. Bir Fatihə oxuyun, İxlas oxuyun, Yasin surəsindən oxuyun. Nə bacarırsınız? Gedin eləyin. Bunu davamlı eləyəndə görəcəksiniz ki, həyatda olan problemləriniz həllini tapacaq. Ata, anavız sağdırsa Allah ömürlərini uzun eləsin, canların sağ eləsin, onlara xidmət eləyin. Onların ürəyini razı salın. Nəsə bir yaxşı bir iş görün, əllərindən öpün, xidmət eləyin, xoş bir söz deyin. Nə badə valideynləri özünüzdən narazı salasınız ki, bu ruzini azaldır.